Mən Kazımov Nahid Aydınoğlu. Lənkəran rayon Liman şəhərində yaşayıram. Mənim şikayətim vergilərlə bağlıdır. Belə ki, 2025-ci il oktyabrın ortalarından mənə Lənkəran rayon 6 saylı vergilər idarəsindən Zamin müəllim zəng vurmuşdu və mənə bildirdi ki, sənin maşın alveri ilə məşğul olduğu üçün 7800 manat vergi borcu hesablanıb. Və mən ona bildirdim ki, mən heç bir maşın alveri ilə məşğul olmamışam. Mən mühafizədə işləyirəm. Hal-hazırda mühafizədə işləyirəm. Mənə bildirdi ki, sən bu borcla bağlı idarəyə yaxınlaşarsan. Araşdırarıq, məsələni araşdırarıq. Və mən həmin günlər ərzində 2 gün sonra mənə rəsmi bildiriş gəldi. Və həmin günlər ərzində evdə problemim olduğu üçün 6 saylı vergilər idarəsindən getməmişdim. Ayın 6-sı 11-ci ay 2025-ci il mən vergilər idarəsinə getdim. Lənkəran rayon 6 saylı vergilər idarəsinə getdim və mənə dedi ki, kartlarında Zamin müəllimlə görüşdüm və mənə bildirdi ki, sənin 7800 manat kartlarında mədaxil olduğun üçün faiz borcu hesablanmışdır. Düzdür, mənim kartlarım olub. Yəni mühafizədə işlədiyim vaxtlarda kartlarımda mədaxil olub. Yəni əhaliyə, dost tanışa mənim kartıma pul atırdılar. Yaşlı qocalar, ağbirçək analar mənə yaxınlaşırdı ki, övladım pul atacaq. Yəni buradan pul çıxartmaq üçün, bankomatdan pul çıxartmaq üçün, buna görə istifadə eləmişəm. Heç bir gəlir niyyətim də olmayıb. Yəni insanlıq barəsində, insanlığa xatir bu kartlardan istifadə eləmişəm. Və mənə bildirdilər ki, bu faiz borcu, vergi borcu biz yox, Bakı şəhəri tərəfindən vergi borcu hesablanıb. Və sənin adında vön hesabı açıq olduğu üçün bu vergi borcu hesablanıb. Mən başa düşmürəm. Mənim icazəm olmadan, mənim qolum olmadan, mənim imzam olmadan, mənim şəxsiyyət vəsiqəm olmadan necə bu vöyün açıla bilər? Mənim adıma vöyün açıla bilər. Və mənə bildirdilər ki, bu məsələnin araşdırılması üçün Bakı şəhər vergilər idarəsindən vergiləri gedib araşdıra bilərsən. Mən üzümü tuturam, cənab nazir, sizə xahiş edirəm, məni bir vətəndaş kimi qəbul edin və mənim bu borcu mənim üstümdən götürəsiniz. Sizdən xahiş edirəm, məni bir vətəndaş kimi qəbul elə. Mənim heç bir gəlir mənbəyim yox, heç bir yerdə işləmirəm. Gəlin, araşdırın, baxın, mən onu demək istəyirəm ki, xahiş edirəm sizdən, bu mənim imzam olmadan, mənim şəxsiyyət vəsiqəm olmadan, mənim icazəm olmadan vöyün mənə necə açıla bilər? Buradan üzümü tuturam cənab prezident sizə. Mənim icazəm olmadan, mənim qolum olmadan, mənim xəbərim olmadan mənim adıma vöyün hesabı açılıb və 7800 manat vergi borcu hesablanıb. Xahiş edirəm, bu vergi borcunu mənim adımdan sildirəsiniz. Və üzümü tuturam, hörmətli Mehriban xanım. Mənim icazəm olmadan, mənim imzam olmadan və mənim xəbərim olmadan mənim adıma vöyün hesabı açılmışdır. Və 7800 manat mənə vergi borcu gəlmişdir. Xahiş edirəm, bu borcu mənim adımdan sildirəsiniz.